Investaz investisiya şirkəti sizi salamlayır. Bu həftənin önəmli xəbərlərindən biri Kanadanın işgüzar aktivliyi indeksidir. Qeyd etmək lazımdır ki, yanvar ayı ərzində göstərici 57.2 açıqlansa da, fevral ayında 58.9 olacağı proqnozlaşdırılır. Beləliklə, bugün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq göstərici gözlənilən səviyyənin üzərində dərc olunarsa, dollar-kanada dollar cütlüyünün qiyməti 1.3260 səviyyələrinə kimi ucuzlaşa bilər. Göstəricinin 58.9 səviyyəsinin altında dərc ediləcəyi təqdirdə isə məzənnə 1.3550 səviyyələrinə kimi bahalaşa bilər. Investaz investisiya şirkəti sizə yatırımlarınızda uğurlar arzulayır.